xatirələr çoxdur. Mən yəni ailə ilə gəldim, baş çəkdim, evimdə oldum. Həqiqətən gördüm ki, yəni bu cəsarət Səməndərə yəni birdən-birə belə gəlməyib. Bu qan məsələsidir, gen məsələsidir. Atası İsaxan qardaş 1992-ci ildə Qarabağ müharibəsinin iştirakçısı olub. Elə həmin bölgədə o da vuruşub. Qismət talih gəldi ki, bir neçə il sonra oğlu getdi, atanın yoluna davam etdi. Ata qazi oldu, oğlu şəhid oldu, Allah rəhmət eləsin. Mən şəhid analarına yəni üzünü tuturam sizə. Başınızı dik tutun, ağlamayın. Sizlə çox söhbət eləmişəm, yəni çox dərdləşmişik və bugün də deyirəm ki, heç kəsə nəsib olmayan, yəni o ad şəhid anası sizə nəsib olub, sizin Allah Taala sizi nə qədər çox sevib ki, yəni şəhid anası adını o mükafat olaraq sizə verib. Oğlunuz ölmüş bir şəhidlər ölmürlər, onlar cənnətdədirlər. Başınızı dik tutun, qürur duyun. Yəni başqalarının uşaqları türmədədir, həbsdədir, xoşa gəlməyən işlər görür, narkomanlıq edir. Amma baxın, sizin oğlunuz şəhid, sən də şəhid anasısan, siz də şəhid anasısınız. Allah rəhmət eləsin cəmi şəhidlərimizə, qazilərimizə, Allah can sağlığı versin. Burada mən döyüş bölgəsində, yəni Füzulidə 44 günlük müharibədə də iştirak elədim. Allah mənə 92-ci ildə iştirak eləmişdim. Yəni o zaman daxili qoşunlarda xidmət edirdim. 44 günlük müharibəni də Allah mənə nəsib elədi orada gedib iştirak eləməyi. Bunların Səməndər Genel Hərbi hissəsində oldu. O vaxt jurnalist buraxmırlar, heç kim buraxmırlar. Sadəcə mən 30 il o tədbirdə dediyim kimi bu bölgələrdə oldum, gedib gəldim, artıq komandirlər, yəni hərbiçilərin güvənini qazandım. Yəni bilirlər ki, mən nə lazımdırsa onu paylaşa bilərəm, artıq şeyləri paylaşmaram. Ona görə yəni bir qrup hərbiçi yoldaşlarla, komandirlərlə o bölgəyə getdik. Orada gördüm, yəni Füzuli uğrunda döyüş gedirdi. Söhbət elədik, Babu Samir bizim qazimiz, Allah can sağlığı versin. Orada ilə bərabər şəkillərimiz də var bizim. Səməndər irəli yeridi. Dedim, kim danışmaq istəyir? Səməndər çox cəsurluqla gəldi, müsahibə verdi mənə. Mən sual verirəm, hardan gəlmişsin? Səlyandan dedi, gəlmişəm. Bu dəfə sual verdim, qələbə dedim, qələbəyə inanırsınızmı? Əlbəttə dedim, bu dəfə qələbə olacaq, mütləq qələbə, zəfər qazanır. Əminlə mi deyil, əminsəm mi dedim. Çox ürəklə, əlbəttə dedi, öldü vardı, döndü yoxdur. Yəni, bəlkə də bu onun son sözləri idi, bir mesaj idi. Öldü vardı, döndü yoxdur. Yəni, bəziləri qazi oldu, bəziləri şəhid oldu. Allah'tan o şəhidlərə yenə rəhmət edirəm. Çünki bunları işğal altında olan topraklarımız onların hesabına, yəni onların qanı hesabına azad oldu. Ali Baş Komandanımız, yəni İlham Əliyevin